izahını təqdim edirəm. Birinci sualdan başlayaq. Biri məntiqi pozur. Burada göyümtül sifətin dərəcəsini yaradır morfoloji üsulla, Dəlisov dərəcə yaradır morfoloji üsulla, Qaraşın dərəcə yaradır morfoloji üsulla, Alatsik bu da dərəcə yaradır sintaktik üsulla, lakin açıq aşkar sözü, burada məsələn açıq aydın, açıq aşkar, burada açıq sözü dərəcə yaratmır. Deməli, testimizin doğru cavabı B variantı olacaq. İkinci testimizə baxaq. Vurğuya əsasən verilmiş nümunələrin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin. Buna şagirdlərlə öz aramızda sonu iklə qutaran sözlər deyirik ki, bu sözlər vurğuya görə bu sözlərin mənası dəyişir, həmçinin qrammatik mənası, nitq hissəsi dəyişir. Misal üçün, vurğu əgər bir heca əvvəldə olarsa, bu sözlər isim hesab olunur, vurğu sonda olarsa sifət hesab olunur.